800 yazırlar, 100 yazırlar, 700 yazırlar. Savabı eləcəğin yazırlar. Bir dənə günahı bir yazırlar, onu da 9 saat möhlət verirlər, tövbə eləsən heç yazmasınlar. Yazandan da sonra tövbə eləsən qəbul edir. Özü də deyir, cavanlardan tez qəbul edirəm, ta qocalardan. 15 yaşında uşaq daş atsa bir nəfərin şişəsini sındırsa, tamam qonşular yığışa deyir, anlamayıb. O ev şişə sahibi də qəbul elər. Anlamayıb. İndi 40 yaşında bir daş atıb birinin şişəsini sındırıb. Kimə deyək bu 40 yaşında anlamır. Deyərlər bu 40 yaşında anlamaz, ben nə vaxt anlar. O adamı ki, hələ çox adam 40 yaşından sonra uşaq başı modu vurdurur. Bilirsiniz də. Çox adam cavanlığında gün görməyib, qocalıqda onları tədarik edir, qəza edir. Gün görməyən daylaqlar, gün görcağın oynaqlar. Belə. Çox adam o cavanlıqdakı məhrumiyyətləri taza cübran edir. 40 yaşına yetişib gene yalan danışır, gene günah edir, gene haram yiyir, gene namaz qılmır. Şeytan əlini çəkər onun üzünə, deyər, dədəm qurban olsun bu üzə, day adam olmaz. Olsaydı 40 yaşından onlar da olmadı da. ز 40 گذشت عمرت نشدی ز جهل خالی. Allah cavanlardan tez tövbəni qəbul edir. Buyurur, İzzət-i cəlalımı and olsun, bu sütəmər uşaqlar olmasaydı, bu məndən qorxan təqvalı cavanlar olmasaydı, bu kəmər həmidə qocalar olmasaydı, göyü başının üstündə dəmir elərdim. Yeri ayağısının altında misdən möhkəm elərdim. Nə göydən bir qətrə yağış göndərərdim, nə yerdən bir dana buğda gövərdərdim. Günahlarınızın əsərində hamımızı bəlaya giriftar elərdim. Amma bu dindar cavanlara görə sizə ruzi verirəm. Süt əmər uşaqlara görə sizə ruzi verirəm. Kəmər həmidə qocalara görə sizə rəhm edirəm. Lowla şəbabun xuşşə və ətfalun ruzzə və məşayiq rükkə. Bu üç taifə mühimmidirlər. Hazrete dedi çıkıp yadında kaldı, burada yadında kaldı. Bir sevap 10 beraber, bir günah bir beraber. Çıkıp çok gelinde 2 çörek uğramışam, 3 nar, bu 5 günah. Bunu vermişem nahoşa, aca, bu 50 sevap. Biri 10'du da, 45'in çık, 5'in çık, 45'ime ne kazançtı da. Hazret buyurdu ki sen, Kur'an'da bu ayəni oxuyubsan innəmā yətəqəbbəlullah minəl muttəqin. Allah təqvalılardan qəbul elər. Düz mala, helal mala 10 sevap verərlər. Sən özgənin malını oğurlayıbsan bir günah, özgüyə bu haramı yediribsən 2 günah. Harada sevap edirsən 10 yazalar. Qədim axı bu toğlar, xoruzlar çox diri başıdılar. İndi imşi vurubla da, elə tut başın kəs dinməsin. Amma qədim bir xoruzu kəsindən daşdan aralanırdı. Yaxçı usta adam olmasaydı, sonra bu hülqümü tərəfin əlindən alardı, mındar olardı. Elə ki xoruz mındar olardı, gələrdi mallayana, amallah, biz bunu verək qonşumuzda bir kasıba nəzirənc adamsan. Verirsən bu mındarı kasıbın evi, libası, zindəqanlığı, hamısı nəcis ola, sənin də dədən bağışlanır. Da bundan zirenc adam oluyor. Hem kasıbın haram yedi, tamam zindəqanlığın nəcis elə, hem de dədən bağışlansın. Ben niye diri vaxtı kasıb yadı atışmadı? Tahrifi 2 taifə eləyib. Biri dinsiz abiddə, elmisiz abiddə günahı deyib və savabdır. Biri dinsiz alimlər. Bəni Ümeyyə oğuca çatdırdı bu təhrifi. Mən səy edirəm ki, vaxtı məclisi riayət eləyəm. Şüərای muhtərəm, məddahan əziz hazırdırlar. Feyz verəcəklər inşallah.
Şayet sizin elə əksəriz də onların halı havasına gəlibsiz, ağlayasınız, əzadarlıq eləyəsiniz. Amma bu bir fürsətdir düşüb bizim əlimizə də, zordur, öldürürəm, bildirirəm. Hələ də mən sözümü qutalmamış hələ. Amma mən də riayət eləyəcəm ağların halın, sözümü cəmucur eləyəm. Yetirəməsəm, sabah da ölməsəm, elə bir növbə genə mənim işidir. Bəlkə inşallah ərazisimin qalanın dedim. Bəni Üməyyənin ki əlinə fürsət düşdü, o verd pullar xəşlədilər təhrif dinə və xəlqi qumrah eləməyə. Kitablarımız doludur yazı ilə ki, hədis düzəldiblər. Muaviyə elan elədi, hər kəs Əbu Bəkrin barəsində Peyğəmbərdən hədis bilir, o hədisi yazsın, özünün, dədəsinin adını, adresin dəqiq yazsın, bir caizeyi mühim əvvəl verəcək, ölənəcən də hüququ müstəmirlisi var. Bekar adam, iş yox, fəq. Yalancılar düşdü meydana. Biri götdü yazdı, Həsəndən eşitdim, Həsən Əhməddən, Hüseyin Qasımdan, Qasım kimdən? O da Peyğəmbərdən. Peyğəmbər-i Xuda buyurdu ki, Əbu Bəkr mövqeyi ki Peyğəmbər gedirdi Meyraca, bir hala yetişdi, dedi Cəbrəil, sən də gəl. Cəbrəil dedi, ya Rasulallah da gələnmərəm, qanatım yanar. Peyğəmbər təh qaldı, vəhşət Peyğəmbəri bürümüşdü. Gördü Əbu Bəkr yuxarıdan səslədi, ya Rasulallah gəl üstə, mən buradayam. Bir buramızı yazılıb, hemen özümdən, cibimdən, kisədən zətdən demirəm. Ayşə xanım deyir ki, gün 24 saat ki dolanar, Kəbənin üstünə geçəndə həya elər, Kəbənin üstündən geçənməz. Mələklər yığışır. Deyərlər, gün sənə and veririk, səndə yazılan ada geç. Bu anda and verəndən sonra gün geçər. Yenə 24 saat dolanar, Kəbənin üstünə geçəndə geçməz. Mələklər tökürlər, səni and veririk, səndə olan ada geç. Dedilər, xanım, nə mənə ad yazılıb gündəki? Mələklər o ada and verməyəcən Kəbənin üstündən geçmir. Ağam Əbu Bəkrin adı yazılıb da orada. O qədər bu müzəbəlatdan hədis yazdılar. Çünki həm bir caizə əvvəl verəcəklər, ölənəcən də hüququ müstəmirlə, adınızı da yazın, şöhrətinizi də, dədəzin adını da, adresini də. El oldu ki, dedi ki, bəsdir, Ömərə yazın. Hədis yazdılar ki, Peyğəmbər buyurur, hər zaman Cəbrəil yubanar gələ, nigaran olan ki, olmaya vay dədə, getdilərlə bir Ömərə Peyğəmbər eləyələr. Mən qaldım. Bir hədis düzəldiblər ki, əgər məndən sonra bir adam layiq olsaydı Peyğəmbərliğə, gərək Ömər olaydı. O qədri bunlardan yazdılar. Dedi də Ömərin barəsində də bəsdi, Osmana yazın. Yazdılar ki, Peyğəmbərdən eşitmişik, 70.000 nəfərə Osman şəfaət eləyəcək. Mələklər Osmandan həya elərlər. Yazdılar da ona da bəsdi, mənə yazın. Peyğəmbərdən eşitdik, buydu Muaviyə möminlərin dayısıdır. Bu bizə hardan dayı oldu? Çün Muaviyənin bacısı Peyğəmbərin xanımıdır. Peyğəmbərin də xanımı möminlərin nənəsidir, bəs Muaviyə oldu bizim dayımız. Dərhal ki, Peyğəmbərin xanımlarının hamısının qardaşı var idi. Onların heç birin tarix bizə dayı yazmayıb. Zor Muaviyəni bizə dayı yazır. Katibi vəhy olub. Dai müminə. Təhrif bu tərəfdən ki, o tərəfdən. Kamil-i Bahai mərhum Təbərsi yazıb. Baxın, 700'in kitablarındandır. Şeyx Abbas-ı Qubi o birilər bu kitabdan nəql ediblər. Kamil-i Bahai'də yazır ki, o zaman Muaviyənin zamanında 80.000 məscid var idi. Çünki bu 50 kişvəri İslami feyli bir kişvəridir. Libiya, Əraq, Ərəbistan hamısı bir kişvəridir. 80.000 məscid var idi. Muaviyə dəstur verdi 80.000 məsciddə 60 il mənbərlərdə Əmir-ül-Möminə lən elədi.